Bakıda 30 may tarixində Qoşaqala meydanında Qarabağ mədəniyyət xəritəsi, hər rayonun öz səsi adlı geniş miqyaslı festivalının ikinci günü keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Maliyyə dəstəyi, İçəri şəhər Tarix Memarlıq Qoruq İdarəsi və Qeyri-Sosial Maarifləndirmə İctimai Birliyin birgə təşkilatçılığı ilə Qarabağ Mədəniyyət Xəritəsi hər ayın öz səsi adlı festival keçirilir. Artıq bugün festivalın son günüdür. Bu günləri də insanlar üçün, xalqımız üçün biz geniş bir konsert proqramı hazırlamışıq və eyni zamanda dünən açılış günündə olduğu kimi bu günlərdə bizim sərgilərimiz davam edir, ustad dərslərimiz var və Qarabağın mətbəxinin tanıtımı göstərilir. Festivalın keçirilməsində əsas məqsəd Qarabağın zəngin mədəni irsi ilə tanış olmaq, milli və mənəvi dəyərləri təbliğ etmək və bölgənin mədəni potensialını geniş ictimaiyyətə tanıtmaqdır. Burada qədim musiqi alətləri var və mən də yeni musiqi alətlər ixtira eləmişəm mən. Məsələn, bu ayıldız musiqi üslubunu görürsünüz də, məsələn, bu alət yaranıb, aprel döyüşlərindən sonra yaranıb bu alət. Aprel döyüşlərindən bu aləti mən yaratmışam, düzəltdim. Bu 2017-ci ildə Novruz bayramında, yəni Senat Parkda Cənab Prezident buna ilk dəfə baxıb. Buna baxandan sonra mən həvəsə gəlib bu alətin tarını düzəltdim mən. Bax, gördüyünüz bu tarını düzəltdim mən. Bu tarı da düzəldəndən sonra baxdım ki, tar var, kamança var, qaval yoxdur. Sonra qavalını düzəltdim. İlk dəfə mən düzəltmişəm bu aləti. Bu alət isə bizim, mən Cənab Prezident minnətdarlığımı bildirirəm ki, bütün torpaqları işğaldan azad elədi. Və ondan sonra mən Azərbaycan xəritəsi kitarə düzəltdim. Qələbəyə həsr eləmişəm bu kitaranı mən. Adını da qoymuşam Zəfər kitarası. Bəli, qələbə çalmışıq biz. Buna mən bu aləti mən Zəfər kitarı adlandırmışam mən. Təbii tüsbağadır bu. Sadəcə ölmüşdür, mən bunu götürüb kamança düzəltmişəm mən bu. Bugün mən Şərqi Zəngəzuru bölgəsinin müəyyən işlərini sərgiləmək üçün görevlənmişəm, buradayam. Burada mən Laçın ərazisindən olan Laçın xalçalarını, Laçında birisi ən məşhur Qasımışağı xalçaları adlandı. Həmin xalçaların bir neçə nümunələrini buradan sərgiləmişik. Gördüyünüz birinci xalçamızı Göl xalça adlanır. İkinci xalçamız isə Padnos xalça. Bu xalçanın üzərindəki çeşidlər Padnos formasında olduğuna görə bu xalçanın adı Padnos xalçadır. Və digər xalçalarımıza da baxmaq istəsəniz, bu xalça isə Çalavet gəbə deyilir bizdə. Xalçaya gəbədə qalın formada ona gəbə deyildiyinə görə biz ona gəbə deyirik. Çalavet gəbə ən necə deyirlər, həm çətin çeşidlər var üzərində. Hər bir arqumentdən işləmək asan deyil onu toxumaq. Həm də çox gözəl əl işidir. Bu xalçanın özü 92-ci ildə Laçın rayonu Mığdərə kəndində toxunmuşdur. 92-ci ildə axırıncı müharibə düşən vaxtı toxunub oradan gətirilmişdir. Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarının mədəni irsi, milli musiqisi və sənətkarlıq ənənələri ilə daha yaxından tanış olmaq imkanı qazanıblar. Qarabağ bizim vətənimizdir. Biz sevinirik ki, artıq Qarabağ bizim gedib gəzəcəyimiz bölgələrdən biri olub və hal-hazırda onun Bakıda olan ənənələri görmək bizim çox xoşumuza gəlir. Festival çox xoşuma gəldi. Mahnılar, adamlara sayğısı, yeməklər, hər şey xoşuma gəldi. Qeyd edək ki, festivalın son günü bədii proqram və konsert çıxışları ilə davam edib. Nuray Qədirli, Xaliq Babayev, APA TV.